Axşamınız xeyir, avto həvəskarlar və avtoşlar, hər kəsə salamlar. Çoxdan da video paylaşmırdım. Deməli, bu Meganın problemi var idi. Problem nədir? Maşın xodlanmırdı. Qısası elə bildim ki, farsunkalardandır. Getdim 4 dənə yolxanadan farsunka aldım. Demək, təzə farsunkalar bunlardır. Demək, 4 dənə farsunka qoyduq. Haliyyədə problem yenə həmin kimi qaldı. Maşın xodlanmır. Demək, nədir problem? Dəqiqə sizə göstərəcəm. Burada oxunur yoxsa yox? Demək, maşını xodlayan moment nə yazır? Bir dəqiqə, klimada boşluq var. Üzrlə sayın. Bu qədər. Klimanı söküb çıxartmaqdan artıq klimada canını tapşırıb. Bunu yazır. Enjeksiyon arızası. Bax, xodlamamış elə bunu yazır. Starterda qovur. Heç bir şey effekt yoxdur. İndi məcburam ki, bunu diaqnostika saldırım ki, görüm aşıqlar nədəndir. Əgər kimsə bilən varsa, kimsə başına gəlibsə, proses, hadisə, zəhmət olmasa kommentariyada yazıb məlumat bildirə bilər. Açığı deyim, sən demə heç farsunkalarla da deyilmiş belə çıxır ki. Tapacam tapmağına, o heç. Gecə tezi var, onu tapacam. Biraz da işimlə əlaqədar vaxt elə bilmirəm. Onun üçün də vaxt tapdıqca biraz üstündə məşğul oluram. Benzin alır, xodlamaq istədik. Xodlanmadı. Daha doğrusu istədi götürsün. Sadəcə olaraq söhbət nədir? Qaynat eləyirsən, benzin vurursan bura, başlayır benzin şotuna alışma gedir. Ondan sonra bu boş yumuşalmalıda normalda. Bu olur bərk. Nə qədər sıxırsan ki, farsunkalara belə deyim, açsın. Bir növ belə deyim də, farsunkalardan, daha doğrusu reykalardan farsunkalara yanacaq getmir. Sanki elə bir ki, farsunkaları da açmır da, belə deyim. Yəni, mən haradasa belə başa düşdüm ki, yanacaq bura qədər gəlir, farsunkalara qədər. Buradan artıq farsunkalara getmir. Onun üçün də, necə deyirlər, alışma getmir. İndi ChatGPT sağ olsun, ChatGPT-yə yazdım bu problemi, bunu göstərdi ki, bəs bundan ola bilər. Bir də bu datçik deyirlər, nasosun datçiki arasında buna top-push datçik deyirlər. Bir də bu datçiki göstərir. Bir də kalimanın datçikini deyir, amma kalimanın datçikinə inanmıram ondan ola. İndi yoxlayacağım. İndi boşluq olsun, bunu bir dənə yapıracağım, kompüterə saldırım ya da ki, dostum vardı, ona diyeceğim gəlsin elə. Burada yerindəcə bir kompüterə salsın, görək. Əsas qlobal problem nədir? Aşıqlar nəyə göstərir? Heç nə.
Bunu demək istəyirdim. Əgər bu kiminsə başına gəlibsə, kiminsə bu Meqanan olubsa, bu problemi yaşayıbsa, zəhmət olmasa kommentariyalarda yazıb rəy bölməsində fikrini bildirə bilər. Çünki artıq necə deyərlər, xeyli müddətdir ki, mən maşın xodlaya bilmirəm. Belə. Sağ olun. Özdən müğayət olun. Gecəniz xeyrə.